Zəhər. Mənə hakim Rəhimov lazımdır. Rəhimov mənəm. Mən bilmək Bu saat. Mən bilmək Bu istəyirəm. dəqiqə qapını açın. Mən bilmək İş istəyirəm. vaxtı qutarıb. Bugün mənim anam mühəndis Məmmədovun işi üçün gəlmişdi. Ne için onunla kobud danışmışsınız? Mən heç kimdən kobud danışmamışam. Ola bilsin biraz keskin danışmışam. Bu ne gündü belə? Əsəblər tab getirmiş. Bu olan işdir. Bir daxı bu məsələnin... Anamı elə indici ürəyinə görə xəstəxanı yapardılar. Buna görə mən də təəssüflənirəm. Ancaq ananızın xəstəxanaya düşməyinə səbəb onunla danışmağım yox. Atanızın işlə yenidən baxılmasından imtina etdiyim olub. Siz işə yenidən baxılmadı? Yox. Sən sevinməlisən ki, atana 4 il iş kəsiblər. Əgər məhkəməni mən aparmış olsaydım... Onda nə olardı? Sən hələ cavansan, çox şey bilmirsən. Məni məcbur eləmə ki, növbətçi çağırım. Başa düş. Sənin atan cinayət törədib. Buna görə də cəzasını alıb. Hə, günahı var. Bəs qurğunu təmir eləyəndə az qalıbmış 2 fəhli ölsün. Onu kim örtbasır eləyib? Zavoda verilən yeni qurğu. Hani o? Hara yoxa çıxdı? Siz heç bütün bunlarla maraqlanmışsınız. Atamı cinayətə kim məcbur eləyib? Mənim burada səninlə naqqallıq eləməyə vaxtım yoxdur, get buradan. Sakit! Duyan görüm hara! Kömeğe gelin! Tutun onu, tutun! Tutun onu! Kömeğe gelin! Aynen görüm! Küçüğüm biri küçük! Al peyni! Zibilin biri zibil! Boyuna bak hele, düğüne bak küçük! Ne oldu? Al peyni!